Həmkarım Rasim Şərifov artıq studiyadadır. Bu deməkki iqtisadiyyat xəbərlərinin vaxtı çatıb. Rasim, xoş gördük. Axşamın xeyir olsun Günay. Axşamınız xeyir. İqtisadiyyat aləmində əsas yenilik nədən ibarətdir bugün? Əsas yenilik ondan ibarətdir ki, Günay, Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına bağlı maraqlı proqnozlarını, hesabatını açıqlayıb. İlk olaraq qeyd edim ki, Azərbaycanda ilk Avropa oyunlarının keçirilməsi xidmət sektorunda, xüsusilə də ticarətin və turizm inkişafına müəyyən qədər təsir göstərəcək, artım qeydə alınacaq. Amma ümumilikdə inflyasiya səviyyəsi bu il 6%-ə yaxın olacaq. Amma ümumi iqtisadi artımcı 3% proqnozlaşdırılır. Gələn il isə bu tem nisbətən də azalacaq. Digər xəbərlərimiz də olacaq az sonra. Çox gözəl, buyurun. Beləliklə efirdə ekonomikistdir. 2015-ci ildə Azərbaycanda 3%li iqtisadi artım gözlənilir. Asiya İnkişaf Bankının proqnozunda belə deyilir. Bank 2016-cı il üzrə də proqnozunu açıqlayıb. Növbəti ildə bu göstərici 2,8% olacaq. Qeyd olunan illərdə ölkədə qiymət artımı üzrə proqnoz da hesablanıb. Bankın hesabatına görə bu il ölkəmizdə 6%lik inflyasiya gözlənilir. Gələn il bu göstərici 5,5% nəzərdə tutulub. Maliyyə Qurumunun gözləntilərinə əsasən kənd təsərrüfatı sektoru artan dinamik üzrə inkişaf edəcək. Belə ki, 2015-ci ildə iqtisadiyyatının bu sektoru 4%, 2016-cı ildə isə 5% artacaq. Bu il Azərbaycanda ilk Avropa oyunlarının keçirilməsi xidmət sektorunun 8% artımına səbəb olacaq. Bankın proqnozu belədir. Gürcüstan və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirib. Gürcüstanın energetika naziri Kaxa Kaladze belə deyib. Onun sözlərinə görə Türkiyə tərəfində də tunelin tikintisi artıq yekunlaşıb. Nazirin sözlərinə görə 2 aydan sonra dəmir yolu layihəsinin icrası başa çatacaq. Bu ilin sonunda isə istismarına start veriləcək. Bu arada 2015-ci ilin yanvar-fevral aylarında Gürcüstanla Azərbaycan arasında 147 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Bu, qonşu ölkənin ümumi dövriyyəsinin 10%-dən də çoxdur. Həmin ölkənin statistika idarəsinin məlumatına görə bu göstərici ilə ölkəmiz Gürcüstanın ikinci ticarət tərəfdaşı olub. Gürcüstanın ən böyük ticarət tərəfdaşı isə Türkiyə olaraq qalır. Xarici xəbərlərə nəzər yetirək ki, Avropa Mərkəzi Bankı Yunanistan banklarına balanslarındakı qısa müddətli istiqrazların həcminin artırmasına qadağa tətbiq etməyə planlaşdırılır. Bununla da Avropa tənzimləyicisi faktiki olaraq Yunanistanın sonuncu maliyyə kanalından məhrum etmiş olur. Avropa Mərkəzi Bankının idarə heyətindən daxil olan məlumata əsasən Avropa tənzimləyicisi Yunanistan banklarına balanslarında olan qısa müddətli istiqrazlardan əlavə veksellərin alınmasına qadağa qoyulması ilə bağlı təklifi qəbul edib. Mərkəzi Bank Yunanistan banklarının 3,5 milyard avro dəyərində likvidliyini təmin edilməsinin mübadiləsi əvəzinə veksellərin istifadəsinə məhdudiyyətlər qoyacaq. Hazırda isə Yunan banklarının qısa müddətli istiqrazlarının ümumi həcmi 11 milyard avro təşkil edir. Bu arada isə Yunanistanın büdcəsində olan vəsaiti aprelin 20-sinə də xərclənib qurtaracağı ilə bağlı xəbərlər dolaşır. Hazırda hökumət təcili sürətdə kreditorlar axtarışındadır. Hökumət islahatların siyasətini artıq Avropa kreditorlarına ünvanlayıb. Bu, onlara yeni maliyyələşdirmə paketinin alınmasına və iflasdan yaxa qurtarmağa ümid yaradır. Rəsmi Afini Avropa qrupunun Yunanistanın təqdim etdiyi islahat siyasətini qəbul edəcəyinə və Avropa Mərkəzi Bankının Yunanistan istiqrazlarının satışından əldə etdiyi 1,9 milyard avroluq qazancı kredit kimi Afinanın istifadəsinə verəcəyinə inanır. Yunanistan iqtisadiyyatı borc yükündən xilas ola bilməyəcək. Tanınmış milyarder George Soros bu fikirdədir. Onun proqnozuna görə ölkə Avrozonanı yaxın vaxtlarda tərk edəcək. Düşünürəm ki, Yunanistanla bağlı vəziyyətdə qalib tərəf olmayacaq. Vəziyyətdən çıxış yolunun ən yaxşı senarisi borc yükü altında çalxalanan Yunanistan iqtisadiyyatının iflasının müddətini bacardıqca uzatmaqdır. Vəziyyəti mürəkkəbləşdirən isə Yunanistanın yeni hökuməti ilə Avropa qrupu arasında günü-gündən dərinləşən problemlərdir. Hər iki tərəf arasında bir-birinə qarşı ikra hissi o dərəcəyə də yüksəlib ki, onlar sanki kimin digərinə qarşı daha çox zərər vuracağı barədə düşünürlər. Bu siyasət son nəticədə Yunanistanın Avrozonanı tərk etməsinə gətirib çıxara bilər. İndi bu ehtimal 50-nin 50-yə bərabərliyindədir. Almaniya şist qaz yataqlarında fracking üsulu ilə xam mal hasilatına başlamaq niyyətindədir. Bu üsul qazılanburğa yüksək təzyiq altında su və kimyəvi mayələrin doldurması ilə həyata keçirilir. Amma Avropanın bir çox ölkələrində bu üsulla hasilata qarşı qadağalar mövcuddur.
Amerika Birləşmiş Ştatlarından fərqli olaraq Avropada və o cümlədən Almaniyada əhalinin sıxlığı səbəbindən Frankingin tətbiqinə moratoriya qoyulub. Lakin görünür Rusiya yanacağından asılılığı azaltmaq üçün Almaniya bu addıma getməyə qərar verir. Hesablamalara görə Almaniyada şist qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetrə çatır. Həmin qazın hasil olması üçün isə yalnız müfəssəl analizdən sonra icazə verilə bilər. Bu isə ölkənin müəyyən vilayətlərində mümkündür. Digər tərəfdən də həmin üsulla hasilatın rentabelliyi çox aşağıdır. Avropanın şimalında bu qeyri-ənənəvi qaz hasilatı üçün yerlər çoxdur. Lakin Amerika Birləşmiş Ştatları yataqları ilə müqayisədə onlar çox dərində yerləşirlər. Məsələn, Amerika Birləşmiş Ştatlarında yataqlar 800 metr dərinlikdədirsə, Avropada bu rəqəm minlərlə metr dərinlikdə ölçülür. Qiymətlərin aşağı düşdüyü bir dövrdə hasilata başlamaq olduqca baha başa gələcək. İndi isə dünya bazarlarındakı tendensiyaya nəzər yetirək, müxtəlif neft birjalarının qiymətləri müxtəlifdir. Bu saata Brent markalı qaraqızılın bir barelinin qiyməti 55 dollar 51 sent təşkil edir. Bu isə artım deməkdir. Light neftinin qiyməti isə 47 dollar 43 sentə düşüb. Avropanın vahid valyutası dəyərini artırmaqda davam edir. Hazırda avro dollar 1.0977-dir. Dollar yen 119.50, funt sterling dollar isə 1.49-a mübadilə olunur. Azərbaycan manatının digər valyutaların nisbətən məzənələrində isə dəyişiklik qeydə alınmayıb. Mərkəzi Bankın müəyyənləşdirdiyi sonuncu məzənələr belədir. 1 dollar 1 manat 5 qəpikdən aşağıdır, 1 avro 1 manat 13 qəpik, Rusiya rublu 1.8 qəpik, Türk lirəsi isə 41 qəpiyə yaxındır. Qızıl bahalaşıb, onun bir unsiyası təqribən 1194 dollara təklif olunur. Gümüşün də qiymətində artım qeydə alınıb, bu metal təqribən 17 dollara satılır, digər metallar isə fərqli qiymət dəyişikliyi nümayiş etdiriblər. Dünyanın səhəm bazarında dinamika əsasən mənfidir. Amerikanın aparıcı səhmləri azalma nümayiş etdiriblər, Nasdaq 100 nisbətən artıb, Yaponiyanın Nikkei 225 indeksi də eniş edib, bu azalma Avropa bazarlarında daha çox hiss olunur. Hörmətli tamaşaçılar, bu xəbərlə də ekonomiksinin bu gün olan buraxılışı yekunlaşır. Sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə isə 497-60-57 nömrəli qaynar xəttimizə zəng vuraraq məlumat vermək mümkündür. Həmçinin Android tipli mobil telefonlara Airport proqramı yükləməklə qarşılaşdığınız hər hansı hadisəni Lizer televiziyasına göndərə bilərsiniz. Günə ekonomik sayılan vaxt bu qədər. Buyur, söz yenidən sənindir. Təşəkkürlər Rasim.